Şene el üstünde, el çomaq üstə, qocalar əyləşir tin başlarında. Sinə bayatılı könül şikəstə, ömür fərahlanır yaddaşlarında. Sevimli dostum, mərhum şairimiz Əli Göydağlı deyərdi: Elçimində elçim darandım, ilmələndim ənasında dünyanın. Əfsərindən, zamanından arındım, yaşa etdim binasında dünyanın. Yaşa etdim binasında dünyanın. 71 yaşın tamamında doğum günü münasibətilə təbrik mesajları yazmış bütün Facebook dostlarımı bağrıma basıram. Ne yaxşı ki sizler varsınız. Her birinizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Allah balalarınızı xoşbəxt eləsin. Övladlarınızın xeyrini görün, bəhrini görün. Həmişə günləriniz sevinclə keçsin, sevinclə başa çatsın. Bir daha ürəkdən sizlərə minnətdarlığımı dərin, qucaq təşəkkürlərimi bildirirəm. Və sizə çox sağ ol deyirəm. Can sağlığı arzu edirəm hər birinizə. Gerçək müəllim olmaq sıradan öğretme aşamasını geçmektir. Öğretme mərhələsini aşmaqdır. Hiss edebilmektir, həsr edebilmektir. Öğrencisiyle bütünləşə bilməkdir, öğrencisinde var olmaqdır. Bu yönüyle Əmraslan müəllim diğer pedagoglardan fərqlənir. Öz ifadesiyle desək, öğrencilerim benim çiçeklerimdir diyen değerli müəllim, her bir öğrencisinin hayatına öz imzasını atabilmiştir. Onlarda var olmuştur, onlarla bütünləşə bilmiştir. Ve gerçek pedagogluq, gerçek müəllimlik de budur. Əmraslan müəllim baxdığı zaman görə bilən insandır. Çünkü baxmaq fərqli bir şeydir, görmək fərqli bir şeydir. Ona göre de baxıb görməyənlərdən olma demiş hikmət sahibləri. Əmraslan müəllim baxdığında görə biləndir. Ne kadar öğrenci, yüzlerle öğrencini o görebilmiştir, hissedebilmiştir. Onların hayatında rol oynayabilmiştir. Ve bu baxımdan o sevilir. Bu bəsirətiyle, o qəlbinin gözəlliyiyle, təmizliyiyle diğerlerinden seçilir. Mən Əmraslan müəllimə uzun, sağlıklı, bərəkətli ömür arzuluyorum. Allah sizi var eləsin hocam. İnşallah gelecek yubileylərinizi qeyd edək. Allah'a emanet olun. Facebook dostum Səbuhi Həsənzadənin rəhmətli atasının Ayətən Günlərim adlı şeirindən bir bənd məni çox duyğulandırdı. Töküldü yollara xoşbəxt günlərim, düzülmüşdü ipə sapa bilmədim. Bir vaxt gülə-gülə itirdiyimi ağlaya tapa bilmədim. Qocaldır insanı, qocaldır zaman, ürəyin ateşi közü qocalmır. Dağları, daşları qocaldan zaman, bilmirəm bəs niyə özü qocalmır. Ruhun şad olsun sevimli şairimiz Bəxtiyar müəllim.